Salam, hər vaxtınız xeyirli olsun, əziz traderlərimiz. Bu günləri dekabr ayının 20-sidir. Növbəti ticarət həftəsi üçün sizin üçün analiz dərəcədə paylaşacağım və ümumiyyətlə yeni kontekstə keçirik. Köhnə göstərdiyim sizə analiz o sadəcə olaraq icebergin başı idi. Ümumiyyətlə nəyə əsasən ticarət olunur? Məni çoxdan izləyənlər bilər ki, opsionlar, həcmlərlə ticarət edirəm və bu gündən sonra bütün analizlər bunların üzərində aparılacaq və sizin üçün dərc edəcəm, paylaşacağım bunu. Ümumiyyətlə real bazar necə olur, necə ticarət olunur, hamısını gözünüzlə görəsiniz. Və həmçində Elliotla da ticarət edirəm. Təzə bir sistemə əlavə eləmişəm. Çox asan formasını eləmişəm onun. Yəni internetdə düzdür çoxdur, amma çox qərizləşdirirlər Elliot'u. Sadəcə olaraq onun qərizləşdirməyə ehtiyac yoxdur. Yəni rahat bir belə deyim ticarət sistemidir. Onu da əlavə eləmişəm özüm üçün və mürəkkəbləşdirmişəm. Başlayaq euro dollar haqqında. Euro dollar bizdə ümumi kol opsiyonlar üçün bizdə tam hədəflər alınıb və görürsüz aşağılarda böyük həcmlərlə belə deyim kontraktlar əlavə olunub put üçün. Belə olan hallarda yəni gözlənti euro üçün bizdə artım üçün deyil. Sadəcə olaraq ola bilər hardasa gələn həftə düzdür bayramlar həftəsidir. Ümumiyyətlə ola bilsin həcmlər olmasın bazarda və yeni ildən sonra normal ticarət başlanıla bilər. Çünki bizdə belə bir flat ola bilər bazarda. Amma ümumi olaraq bazarın artması üçün bu dəqiqə heç bir təkan yoxdur. Sadəcə olaraq reverse səviyyəsi var, market maker reverse səviyyəsi var burada. Ona hardasa korreksiya eləyib, ondan sonra biz belə bir eniş edə bilərik. Yəni onu gözləmirəm, çünki bizdə burada artıq böyük həcmdə kontraktlar əlavə olunub. Yəni burada volumlar da var. Bunu biz bilmirik. Burada əlavə olunacaq yoxsa bu kontraktdan çıxacaq. Ona görə onu görəcəyik biz növbəti ticarət günümüzdə. Düşünürəm ki, hal-hazırdakı vəziyyətdə biz euronun enişini gözləyib, ondan sonra biz artıma gedə bilərik. Amma hal-hazırdakı bu dəqiqə vəziyyətdə euronun almağı heç bir belə deyirəm səbəb yoxdur. Həcmlər də təzə yüklənib. Futures həcmləri biz başlamışıq futuresin həcmini keçən həftə ticarət eləməyə. Yəni mart ayının ticarət edirik. Sentyabr ayının ekspress olundu, bitdi, qutardı. İndi mart ayına keçmişik. Mart ayında bizdə bitəcək 3 ay ticarət olunur. May ayında bitəcək. Ancaq bu təzə başlanılıb bizdə klasterlərimizi tam rahatçılıqla görə bilmirik. Bu təzə futureslər olduğuna görə. Şamın həcminə baxsaq, burada içərisinə klasterini baxsaq da belə Şamın içərisində böyük bir həcmlər bilin kulminasiya üçün yox idi. Kulminasiya olanda adətən həcmlər yuxarıda olmalıdır, bütün yığılmış həcmlər. Lakin bizdə Şamımızın dibinə veriblər onu. Ona görə də bu hal-hazırdakı vəziyyətdə həcmlər bizdə heç bir şey göstərmir. Göstərəcək bayramlardan sonra. Tam cəmaət bayramları keçirdi, rahat gəlib pullar yüklənəcək, ondan sonra ticarət başlanacaq. Elliot dalğasına keçəndə, Elliot dalğasına bizdə başlayaq son dalğadan, birinci dalğamızdır, ikinci, üçüncü dalğa, dördüncü dalğa və beşinci dalğa. Beşinci dalğa tamam olub. Beşinci dalğadan sonra ABC korreksiya gəlməlidir. Elliot'un dalğası belə ticarət olunub. Yəni mən ABC dalğasını ticarət edirəm. Düzdür, ABCDY də var. O daha da çətinləşdirirlər, yenə deyirəm, hər bir trader özü çətinləşdirir. Sadəcə mən asan yolunu ticarət edirəm. A dalğamız var, B dalğa da bizdə tamam oldu və düşünürəm ki, C dalğası da hərəkət edəcək. C dalğasında hərəkət olduğu yer deyirlər ki, dördüncü dalğanın minimumu yenilənir. Yəni
38-2-yə kimi təxminən 1.16-lara qədər evronun enişini göstərir. Yəni bizim opsiyon da, həcm də, həmçinin Elliot dalğası da evronun ancaq və ancaq enişini göstərir. Burada alış üçün heç bir şey yoxdur. Ancaq və ancaq satış üçündür. Burada marjinal zonaya baxmaq istəyirik. Marjinal zonamız bizdə yuxarıdan aşağı çəkəndə 100%-lığı gəlir, bizdə dirənir 1.15, 1.15-80, 1.16-lara. Yəni evronun hal-hazırda 120 punkt enişini gözləmək olar. 50%-lığı da, 50%-lığı da yenə də vurğulamaq istəyirəm. Korreksiya olunub, ondan sonra eniş ola bilər. Amma bu korreksiya sadəcə olaraq manipulyasiya xarakteri daşıyacaq. Keçək Avstraliyski dollar haqqında. Burada da həmçində bizdə nastroykada düzəldim. Avstraliya dollarda bizdə ümumi olaraq pozisyon dəyişilib. Nədir pozisyon dəyişilməsi? Bizdə eniş, son eniş görürsünüz maksimumları, buradakı maksimumlar, buradakı son eniş maksimumu tam qiymət bağlayıb yuxarı. Sadəcə bu maksimum qalıb. Yəni bunun da birbaşa belə kəskin artımı ola da bilərdi, amma olmayıb da. Amma ümumi pozisyon dəyişilib, eniş pozisyonu keçib artıma. Bizdə korreksiya olub bitəndən sonra biz başlayacağıq, artım davam edəcək bizdə. Lakin hara qədər ola bilər? Bizdə opsiyon cəhətdən çox böyük yükləmələr var, kol opsiyonları. Bazar sərhədi də yerləşir təxminən 0.67-lərdə. Buradan qiymət bundan sonra yuxarı qalxsa, bizdə başlayacaq Rus termini var, onu perikuplin istəyirlər. Yəni həddindən çox alış yeri olub. Bu nöqtələrdən biz adətən eniş gözləyə bilərik. Lakin təbii ki korreksiyadan sonra. Korreksiya hara qədər ola bilər? Marjinal zonaya çəkək baxaq. Marjinal zona 100%-lığı bizdə təxminən qiymətin 0.65-lər civarını göstərir. 50%-lıqdan qiymət artıq korreksiya demək olar ki balaca da eləyib, yəni görməyib də tam olaraq, amma balaca da olsa korreksiyası olub. Təxminən bu sərhədin bazar aşağı sərhədinə qədər eniş gözlənilir. 100%-lara 0.64-lərə, 0.65-lərə qədər eniş ola bilər. Ondan sonra biz buradan artımı gedəcək, çünki pozisyon dəyişilib, eniş pozisyondan artıq pozisyona keçmişik. Üstəndə bizdə kol opsiyonlarımızda böyük yükləmələr var yuxarılarda. Elliot dalğasına keçəndə, Elliot dalğası bizdə 1, 2, 3, 4 var, 5-ci də 5-ci dalğa 3-cü dalğanı yeniləyib. Yəni burada tam olaraq bizdə fiqur hazırdır. ABC dalğası qalıb. ABC dalğası da ola bilsin bu A dalğasıdır. B dalğası ticarət edirik. Ola bilsin bizdə bu belə olsun A dalğamız. İndi isə B dalğamız olacaq. Burada ticarət, korreksiya. Ondan sonra biz C dalğamızı ticarət edəcəyik yuxarı. Həmçinin əgər burada belə bir olsa, üstəlik biz 3 bucaq formasını qırmışıq və bağlanılıb aşağıda. Belə bir baş verirsə, onda bizdə ümumiyyətlə olacaq bu birinci dalğamız, burada olacaq ikinci dalğamız, burada olacaq isə üçüncü dalğamız qalxacaq yuxarı. Yəni ümumiyyətlə Elliot'un dalğası da bizə Avstraliya dollarının yaxın müddətlərdən korreksiyadan sonra artacağını göstərir. Korreksiyanın hara qədər olacağını Fibonacci-dən baxaq. Fibonacci-dən adətən bizdə 100%-lıq marjinal zona 0.65-i göstərirdi. Burada isə 0.65 bizdə gəlir 0.60. Təxminən gəlir 23.6 civarlarında.
23.6'nın civarlarında. Üstəlik bizdə burada alıcı zonamız da var. Belə bir zonamız da var alış üçün. Belə. Yəni qısa olaraq Avstraliya dolları da bizdə enişə gedəcək. Eniş Elliot'sunda və bundan sonra artım, kəskin yuxarı artımlar. O da olacaq təbii ki bayramdan sonra. Funt dollar haqqında danışaq. Yadımdan çıxdı bir də həcmlərlə göstərək. Həcmlərdə bizdə ən böyük həcmimiz qiymətin bu civarında yüklənilib. Düzdür, bu yenə də buna baxmaq bu dəqiqə bizə heç bir köməklik yoxdur. Sadəcə olaraq ümumi olaraq göstərirəm ki, ən böyük həcmimizdə qiymət tam aşağıdadır ondan. Aşağıda olduğuna görə də qiymət aşağı getmə istiqaməti daha da optimaldır. Funt dollar haqqında danışaq. Funt dollar həmçində gözlənilir bizdə eniş tendensiyasını. Funt dollar ümumiyyətlə belə deyim, yeni ticarət edən traderlər üçün bizdə çox təhlükəli valyuta. Yəni qızılla bərabər olan bir valyutadır, belə deyim. Valyutaların içində ən təhlükəli valyutası bizdə funt dollardır. Funt dolların enişini gözləyirəm. Nəyə görə? Çünki bizdə qiymət artıq kol opsiyonun sərhədindədir. Yəni bu sərhədin olduğuna görə burada ekspresi olduqsa bitsə kontrakt, burada market maker 1350 nəfər kontraktı kim saxlayırsa kol kontraktını, onun öz cibindən pul verməli olacaq. Yəni bunun öz cibindən pulunu verməmək üçün bu qiyməti salmalıdır ki aşağı. Kol opsiyonu in the money deyirlər. Yəni qiymətin pul içərisində ticarət olunmaz. Out the money olmalıdır ki, market maker yeni vurğulamaq istəyirəm. 1350 nəfərə öz cibindən pul ödənilməsin. Kontraktın bir ədədi neçəyədirsə onu internetdə yazıb özünüz baxa bilərsiniz və həmin o qiyməti də 1350 nəfərə vurursunuz. Sadəcə biz flatın içindəyik, dəhşət flat gedir hal-hazırda. Çünki həcmlər yoxdur. Ümumiyyətlə görürsünüz, balaca həcmlərdir ümumiyyətlə. Bizdə bazar həcmsiz hərəkət edilir. Yəni bazarın hərəkəti həcmlərlə, pul hərəkəti elətdirir. Pul olmadıqda qiymət flat olur. O da nəyə görə yoxdur? Hamı istirahətdədir. Üstəlik bizdə kol opsiyonlarda çox böyük əlavələr var. Daha da belə institusionallar enişin daha da olmasını tərəfdarıdır. Üstəlik bizdə əlavə kol opsiyonlar üçün strikelərimiz də mövcuddur. Yanvarın 9-na kimi bunlar davam edəcək. Yəni bunlar hal-hazırdakı açıq strikelərdir. Düzdür, premiyaları bilinmir hardadır. Premiyalarla ancaq özlərini buradakilərlə baxmaq olur. Amma yenə də bu burada mövcuddur. Ola bilsin qiymətini saxlaya bilər bu civarda. O da ki ayın 9-na qədər bizdə ekspresi müddətimiz hələ ki mövcuddur. Ayın 9-na qədər qiyməti adətən market maker buradan belə deyim 1.31 yarımlardan aşağı salmalıdır. Elliot dalğasına da baxaq. Elliot dalğasında bizdə birinci dalğamızdır, ikinci dalğamızdır. Hər bir dalğanın içində özünün dalğası var. Birinci dalğanın içində özünün 5 dənə dalğası var. 1, 2, 3, 4, 5 var. Burada isə ABC, ikinci dalğa isə ABC ilə müşahidə olunur. Sonra yenə də üçüncü dalğamız 5 dənə dalğa ilə, sonra dördüncü dalğamızdakı ümumi ABC ilə yenə müşahidə olunur və bizdə burada kanal əmələ gəlmişdi və o kanalı qiyməti qırıb 5-ci dalğamız oldu. 5-ci dalğa ümumiyyətlə tamamlanıb, trendin belə deyək tamamlasını göstərir və biz ABC dalğanı ticarət edirik. A mövcuddur, B-miz də bu həftə, daha doğrusu bu həftə ticarət olundu və düşünürəm ki C dalğamız gedəcək və C dalğası da adətən böyük ehtimalla 4-cü dalğanın belə deyim minimumunu qırır. Yəni bir qanun deyir, qırmalıdır. Yəni bazar bizə heç nə borclu deyil. Ola bilsin qırmaya da bilib arta da bilər və yaxud da ki kəskin enişdə ola bilər. Amma sadəcə ehtimal üzərində fikirləşsək
üst-üstə hər şey məntiqi uyğun qoysaq, bizim C dalğa adətən 4-cü dalğanın minimumunu yeniləyir və bu da ki, Fibonun 50 dərəcəsinə gətirir. O da ki, 1.32 eləyir. O olsa, onda bizdə 1.32 buralardadır. Yəni, yenə Fibonacci dalğanın C dalğası daha da biraz enişlər gedə bilər, 38-lərə qədər. Marjinal zona ilə də baxsaq, marjinal zona bizdə əla, düz bazarın sərhədindən aşağıda. Biz hal-hazırda sərhəddən yuxarıdayıq. Bazardan, sərhəddən yuxarıdayıq. Buradan oca nə baş verirsə, bu perikuplenist olur daha doğrusu. Yəni bazardan lazımı qədərdən artıq yuxarı qalır. Yəni bu da çox vaxt manipulyasiya olur. Almaq istəyənləri bazardan çıxartmaq üçün. Yəni burada alanlar, burada kim alıbsa, baxıb ki, trend qalxır. Bunlar hamısını stop loss olması üçün, bunların stop lossları hardasa burada olur, yerləşirlər. Burada alanlar stop loss adətən bura yerləşdirir. Yaxud da ki, burada. Bunların stop lossunu hamısını çıxardıb bazardan və yenə enişə səbəb olmağını göstərmək üçün manipulyasiya olunur və həmçində yenə vurğulamaq istəyirəm, kol opsiyonlardan biz yuxarıdayıq. Market maker bunu çox böyük ehtimalla imkan verməyəcək ki, qiymət bunun üzərində ekspresiya olunsun ayın 9-una qədər yanvar. Yenə bizdə evro dollar, Avstraliya dolları, funt dollar enişdə göstərir bizə. Keçək bizdə göstərək. Həcmlər də həmçində bizdə bura kömək eləmir. Məlum məsələdir. Heç kim ticarət eləmir. Bayramlar yaxınlaşdığına görə. Keçmiş kontraktın, yəni primer olaraq göstərim. Keçmiş kontraktı dekabr ayındakı olanı. Orada bizdə daha rahat gözlənir. Yəni profil həcmlərimiz də ən böyük pul ticarəti harda olunub. Burada konkret göstərir bizdə həcmlərimiz hamısı, hansı səviyyələrdə, hansı konkret nöqtələrdə nə qədər həcmlər yüklənilmişdir bazara və biz artıq bunu görə bilirik. Ümumi olaraq tam kontrakt üzrə də baxmaq olur. Kontrakt üzrə baxmaq olsa ki, buradan göstərdim sizə, klaster o bizə kömək eləmir. Ümumi ki, ən böyük pul yığılan nöqtəsi bizdə keçmiş kontrakt üçündür. Yəni bu indiki vəziyyətdə bu işləmir. Sadəcə qiymət bunu yadda saxlaya bilər, çünki burada olan bütün bu artımın ən çox yığılan nöqtəsi, pul nöqtəsi bu səviyyəsidir, profil həcmidir. Ola bilsin ki, indiki kontraktın olan pulu yüklənilən yuxarıda ki, bundan üstələyə bilər və sadəcə qiymət bu səviyyəni görməyə bilər. Gəlir buradakı pul buranı üstələyib, qiymət kəskin eniş edə bilər. Belə bir şey də mövcud ola bilər. Amma nadir hallarda keçmiş kontraktın təzəyə keçəndə keçmiş kontraktın ən böyük pul nöqtəsi qiymət görür. Klaster həcmlərimiz də burada baxanda daha da yaxşı olur. Klaster həcmlərimiz görürsünüz burada bid üzrə, ask üzrə ticarət olunan klaster həcmlərimizi rahat görə bilirik. Bu keçmişdə olan bir şeydir. Biz Forex bazarı keçmişlə ticarət olunmur. Biz gələcəyə baxmalıyıq. Zelandiya, Nova Zelandiya haqqında. Zelandiyanın futureslarına baxa bilmirik. Opsiyonlarına baxa bilmirik. Çünki bankı təqdim eləmir. Mərkəzi bankı təqdim eləmədiyi üçün biz onu görmürük. Əzəldən belədir. Heç vaxt görmək olmur. Ancaq futuresların üzərində baxa bilirik. Hal-hazırdakı vəziyyətdə belə deyim, yenə futures təzə ticarət olduqdan görə normal bir şey göstərmək olmur. Sadəcə olaraq ümumi texnikaya baxsaq, bizdə minimumlarımız maksimumu yeniləyib, daha sonra vurub qırıb keçib. Onun üçün pozisyon hardasa dəyişmə ehtimalı çox böyük ehtimalla var. Çünki adətən əgər trend aşağıdırsa maksimumlar da aşağı getməli. Burada gözü maksimumlar enişdə olur. Amma axırıncı hərəkat maksimumu, sonuncu maksimumu yeniləyib və bu tendensiyanın dəyişməsinə səbəb ola bilər.
Düşünürəm ki, biz iniş eləyəcəyik və bizdə burada həmçində alıcı səviyyəmiz də var. Bu səviyyəsidir. Diapazon daha doğrusu. Burada 0.57, bir dənə ki 0.56, 0.56.6. Bu diapazondan qiymət korreksiya edib belə. Ondan sonra biz burada alışlara gedə bilərik. Dipok bizdə Dipok Dips of Market gedir. Burada artıq qırılıb aşağı düşüb. Bizdə bu dirənc rolu oynamayacaq. Elliot dalğasına keçək, bizdə nə göstərir? 5 dənə dalğamız mövcuddur. Birinci, ikinci, üçüncü dalğamız, dördüncü dalğamız və 5-ci dalğamız da tamam oldu. 3-cü dalğanı 5-ci dalğa yenilədi və ABC korreksiya o da oldu. Bu ABC korreksiyanı burada sizə göstərmişdim. Baxın, Avstraldaydı, səhv eləmirəm. Baxın, görürsünüz burada ABC. Həmən o vəziyyət, baxın, Nova Zelandiyada mövcud olub. Görürsünüz, A, B, C-də yeniləyib. Burada həmçində eyni şey də ola bilər. Yəni, ola bilər ehtimalı daha da çoxdur. Zelandiyanı, Avstraliya dollarla Nova Zelandiya dolları hərəkatı, korrelasiyası demək olar ki, eynidir. Burada artıq düşünürəm ki, birinci dalğamız mövcuddur. Bu ABC-ni silib, bunların içərisində tam sub dalğanı çəkmək olar. 1, 2, 3, 4, burası isə 5-i. Hal-hazırdakı düşünürəm ki, ikinci dalğa gedir. 3 bucaq formasına qırmışıq və biz 38-də 0.57-lərdən bu civarlardan yuxarı gedə bilərik. Olsa bizim burada olacaq ikinci dalğamız. Belə olacaq ikinci dalğa və ondan sonra biz artım eləyəcəyik üçüncü dalğaya qədər, 60'lara qədər artım ola bilər. Avstraliya dollarının artımını gözləyirəm. Nova Zelandiya dollarındakı təbii ki onun dalıyca addımlayacaq. Sadəcə olaraq biz baxa bilmirik opsiyonlarına. Ona görə Avstraliya dollarının onun daha rahatçılığını görmək olur. Kanada dollarına keçid edək. Kanada dolları tam olaraq düşünürəm ki, aşağıda olan put opsiyonlarının tam hədəflərini götürüb və bizdə burada artım üçün, eniş üçün heç bir şey görünmür. Sadəcə olaraq market maker reverse səviyyəsi də var. Reverse səviyyəsinin qırsa, buradan bu səviyyədən market maker dayanmadan pul itirməyə başlanılacaq. Ona görə bu səviyyələrdən adətən artıq nə enişə qoyurlar düşməyə, nə də ki buradan artım qoyurlar. Yəni bu adətən, yəni bunu ümumiyyətlə dəyişə bilərlər öz əllərindədir. İndiki vəziyyət səviyyədə deyək ki, putun reverse səviyyəsi 1.37'lərdədirsə, onu sabahları bir gün götürüb dəyişə bilərlər, 1.36'lara qoya bilərlər, öz əllərindədir. Amma ümumi olaraq düşünürəm ki, bu bizdə hədəfləri tam götürülüb. Bizdə kol opsiyonlarında da çox böyük perikos görmürəm, yəni artım görmürəm. Sadəcə burada 1200 var, amma put opsiyonlarda 2500'lər, 1600'lər, 1700'lər civarındadır. Yəni put opsiyonlar kəskin artım təşkil edib. Adətən belə olan hallarda daha da biraz eniş edib və artım ola bilər. Yəni, sadəcə olaraq Aporno şamı da var. Yəni bazarın şamı, ən böyük şamları var burada. Yəni qiymətin təmin eləyir artımına və yaxud enişinə. Qiymət hal-hazırda o şamın şam buralarda yerləşir. O şamı bağlayıb, onun üzərində tam bağlam. Üstəlik bizdə bütün bu flat yığılan yeri də bağlanıb. Bunu düşünürəm ki, biz daha da yuxarılara gedəcəyik.
Elliot dalğasına da baxsaq, bizdə Elliot dalğasında 1, 2, 3, 4, 5 var. 5 də tamamilə bağlı. Adətən 5-i düşünürüm ki 1.36'ları falan belə eniş olacaq. Amma olunmadı. Üstəlik biz burada belə bir trend xəttimiz var. Ümumiyyətlə eniş trend xəttimizi noyabr ayından olan qiymət bu trend xəttin aşağısına ticarət olunub. Görürsünüz burada 5 dalğamız yuxarı var idi. Sonra təzədən 5 dalğamız aşağı başına alıb. İndi isə düşünürəm ki ABC ola bilər. Qiymət A ticarət olunur. Sonra B korreksiyamız və C yuxarılara gedə bilər. Elliot dalğasında da bizdə təsdiq edir ki bizim artım prioritet daha da yüksəklərədir. Marjinal zona ilə də baxsaq, marjinal zona bizdə marjinal zonamız 100%'lik təxminən göstərir 1.39'ları. Yəni bu civarlarında qiymət daha da rahatçılıqla düşünürəm ki artım ola bilər. Sadəcə artımın mənə çox narahat edən niyə tam əminliklə deyə bilmirəm. Çünki bizdə əgər bu belə deyim Forex'in şamının belə qiymətin təmin edən insanlar, yəni banklar, fondlar, böyük pulla ticarət edən, yəni bizim kapitalımızda 1000 dəfə, 2000 dəfə çox olan pulu olan insan qiymətin təmin edirsə, bu onun marağı olmalıdır qiymətin artmağına və yaxud da ki enməyinə. Əgər bunun burada marağı varsa, niyə də yoxdur o maraq görsənmir. Ona görə düşünürəm ki, burada hardasa bizdə necə deyirlər, oyun oynaya bilərlər. Artım edib və sonradan eniş. Amma bu cəhətdən də var ki, biz put opsiyonlar üzərində biz tam olaraq hədəflərimizə çatmışıq. Keçək. Burada da həmçində futureslərin üzərində həcmlərdən bir şey demək olmur. Çünki həcmlər təzə yüklənir. Profil həcmlərdə bizdə göstərilmir. Görürsünüz, həmçində bizdə profil həcmimiz 2 həftədir biz ticarət edirik. 2 həftənin profil həcminin yığılan pul nöqtəsi tam olaraq bazar bağlayıb bunun üzərində. Yəni bu bizə tam olaraq gün içində nə baxın üst-üstə düşür. Put opsiyonlar tam hədəfinə çatıb, bu bir. İkincisi profil həcmi, 2 həftənin profil həcmi də bizdə tam bağlanıb bazar yuxarı 2. Həcmli şamımızın, apornu şamımızın da qiymət bağlayıb yuxarı, bu 3. Elliot dalğası da bizə göstərir ki, ABC dalğa başlaya bilər, bu 4. Yəni 4 nağd var, yəni biraz da qurdalasaq 5-6 da tapmaq olar. Yəni bu bizdə səbəb var ki, qiymətin artmasına. Şveysariya frankını göstərək. Şveysariya frankı biraz belə deyim, ölüvay valutadır. Ölüvay valutadır. Həcmi də az olur, ticarət ilyan da az olur. Ona görə də adətən korrelasiyası belə deyim, evro ilə bərabər olur. Yəni evro belə deyək, eniş olursa, bu da əks olduğuna görə artıma gedir. Ümumiyyətlə kontraktın balansı üzrə biz hədəfimizi görürsünüz, qiymət kontraktın balansı üzərində ticarət olunub. Yəni belə bir şamların əmələ gəlməsi özbaşınalıq heç bir şey olmur heç vaxt. Yəni balans olduğuna görə olub. Burada yəni əlimizin altında belə deyim, opsiyon olmasa, həcmlər olmasa biz bunu görə bilmərik. Adicə texniki analiz və yaxud da ki, nəsə MT4-ün üzərində olan indikator da bunu bizə göstərə bilməz. Balans olduğuna görə qiymət qoymurlar aşağı düşməyinə. Amma yenə də vurğulamasın, bu dəyişkəndir, yəni statistik məlumatlardır. Bu dəqiq deyil ki, yəni bu peçatdır, bu günləri burada var, sabahları bu başqa yerdə ola bilər. Yəni bu özəllərində də onun dəyişmək olur. Opsiyon ticarət edənlər çox asanlıqla onu eləyə bilirlər. Sadəcə bu qiymətin kəskin enişini və yaxud da kəskin artımını əngəlləyən bir belə deyim, səviyyədir. Ümumi olaraq biz flatin çox dərin bir flat gedir burada. Nə arta bilirik, nə eniş edə bilirik. O da yenə də nəyə görə yoxdur? O da həcmlərimiz yoxdur. Həcmlər sıfır vəziyyətdədir demək olar. Bizdə
bazarı idarə edən həcmlərdir. Həcm yoxdursa, bizdə bazar da dayanacaq bir yerdə. Ümumi olaraq aşağıda belə bir limit var. Bir üzrə 302 lot qoyulub. Yəni burada 3 belə deyim institusional arasında olub 302 lotluq, yəni qiymətin daha da enişini saxlayan bir yerdir. Kol opsiyonlarda baxsaq, kol opsiyonlar bizdə tam yaxındılar. Put opsiyonla kol opsiyon bir-birinə. Maksimum düşünürəm ki, qiymət belə bir diapazonun üzərində ticarət olunacaq. Baxın, yanvar ayı üzrə maksimum ticarət olunasın diapazon budur. 80 və 81 də belə deyək, ümumi görsək 81 və 78 divarları. Yəni qiymətin nə yuxarı qoyurlar, nə də aşağı qoyurlar, düşmək ola bilsin. Belə eniş elədik, təzədən artı olan, təzədən buradan yuxarıdan artım olub, təzədən enişə gedə bilərik. Bu da ki, təbii ki, yenə vurğulanır, ölüvay valyutadır. Yəni çox az bir həcmlərlə ticarət olunan bir valyutadır. Burada maks səviyyələrimiz də var. Təzə yüklənilmə oktyabr aylarından indiyə qədər davam edir bu səviyyələrimiz. Ola bilsin ki, bu statistik məlumatdır. Bu məlumatlar olur və indiyə kimi də qalır. Görürsünüz, oktyabr ayından indiyə kimi davam edir. Sadəcə əlavə olunanlar var və çıxılanlar var. Ola bilsin, eniş olunur və artım gedə bilərik. Hal-hazırdakı kol opsiyonun sərhədinin üzərindəyik. Elliot dalğası bizdə nə göstərir? Elliot dalğası bizdə birinci, ikinci dalğamız var. Elliot dalğasında əsas odur ki, impuls və korreksiya olsun. Yəni korreksiya heç vaxt impulsu keçməməli. Yəni burada impuls var, korreksiyamız oldu, təzədən impuls oldu 3-cü dalğa və korreksiya 4-cü dalğa gedir. Sadəcə burada belə bir belə deyim, genişlənən trend kanalı var. Adətən gözləmək lazımdır. Şam hansı istiqamətdə o kanalı bağlayacaq. Aşağı bağlasa, eniş düşünürəm ki, bizdə olacaq 78-lərə 5-ci dalğanın olunması üçün. Bizdə 5-ci dalğa hal-hazırda yoxdur. 5-ci dalğanın olunması üçün bizdə olmalıdır eniş. 78'ler civarında üstüne, ama bizdə burada yəni 2 dənə maksimumun belə deyim diapazonu var. Qiyməti çox güclü saxlaya bilərlər. 78'lərə olsa, onda bizdə futureslərində təxminən buralardadır 78. Futureslərin opsiyonun üzərində də həmçinin burada 302 lotluq əməliyyatımızın üzərində də olacaq ticarət. Ona görə də biz bu səviyyələrdən arta bilərik. Amma aşağılarda da daha da kəskin var həcmlər opsiyon üzrə. Məndən soruşsaq ki, Elliotla opsiyona futuresin hansı birinci, hansı ikincidir? Mən təbii ki deyərəm birinci yerdə nəzərə saxlayıram futureslə opsiyonu, ikinci yerdə Elliot dalğası. Elliot dalğası ancaq bizdə dalğanı göstərir, amma real pul ticarətini istiqamət haradır, pul haradır? Bizdə opsiyon futures göstərir. Keçək yenəyə. Dəfələrlə videolarda çəkəndə, paylaşanda, keçmiş videolarda baxsaz, demişdim ki, yenanı alın, yena qalxacaq. Yena artım kəskin olduğunu burada görmək olur. Çünki böyük bir həcmdə 12.500 kontrakt yüklənilib bazara. Təzə həcmdə, yəni təzə həcm olduğunu keçən həftənin əvvəllərində yüklənmişdi. Yəni görürsünüz, ancaq put opsiyonu üzrə 4000'lik, kol opsiyonu üzrə 12.500'də 3 qat çoxdur. Yəni institusionallar artımın tərəfdarıdırlar. Yəni artım da olacaq. Yenə vurğulamışdım sizə. Yenanı ancaq və ancaq alın. Lakin bizdə burada aşağıda yığılmış put həcmi üzrə özü də əlavələr olunub.
Yəni əlavələr olduğuna görə qiymət ola bilsin ora daha da yaxşı kəskin eniş olur elə olanda. Düzdür, bu əlavə az olub. Əlavə çox da böyük bir rol oynamayıb. Amma yenə də uzun müddətli olduğuna görə biz 165-lər civarında qiymət artım düşünürəm ki, olacaq. Yəni gələn ay, yeni ildən sonra yanvar ayı bizim artım ayımız olacaq yenanın. Ancaq və alış. Burada başqa burada heç bir şeydən söhbət gedə bilməz. Sadəcə bizdə 100% marjinal zona var və market makerin call opsionu üzrə reverse səviyyəsi də var. Bu reverse səviyyəsi dinamikdir, yenə deyirəm. Ola bilsin qiymət bura çatanda bu reverse səviyyəsi götürüb atarlar yuxarı. Yəni onların özəllərindədir. Sadəcə olaraq burada 500 ask üzrə 500 lotluq əməliyyat var, limit var, o ortadır hal-hazırda. Biz onu görürük futureslərin üzərindədir. Ola bilər qiymət gəlsin, bizim artım eləsin, marjinal zonanın yuxarı sərhədinə eniş eləsin, korreksiya olsun və biz artıq yuxarı. Təbii ki, qiymət 165-lərə heç vaxt belə birbaşa gedə bilməz. Belə olası deyil. Bazardır, artıq Forex iştirakçılarının balaca traderləri bazardan çıxartmaq üçün belə bir manipulyasiyalar eləyirlər, psixologiyadan oynayırlar. Elə korreksiya olmasıdır, vacibdir. Ona görə də ümumi olaraq gözümüzü qabanda görürük ki, biz artıma gedəcəyik. Elliot dalğasına baxanda da bizdə impuls dalğamız var, korreksiya dalğamız da var. Birinci, ikinci dalğa, üçüncü dalğamız da ki, bizdə demək olar çatmışıq artıq 158-lər və həmçinin də 158 bizim marjinal zona ilə, marjinal zona 160-dır. Ola bilər ki, Elliot dalğası 160-lara qədər artım eləyib bura. Ondan sonra bura olacaq 3-cü dalğa, belə olacaq. Belə olacaq 3-cü dalğa, sonra da olacaq 4-cü dalğa, belə. Ondan sonra biz 5-ci dalğaya artım edə bilərik. Yəni Elliot dalğa da bizə göstərir ki, artım olacaq. 3, hal-hazırda 3-cü dalğaya ticarət edirik. 3, 4, 5. Keçək qızıla. Qızıl. Hamının çox sevdiyi qızıl. Hamının da pulu əlindən aldığı qızıl, belə deyim. Bizdə, nəinki bizdə Azərbaycanda traderlərin ən çox sevdiyi, ticarət elədiyi bir alətdir. Amma bu, belə deyim, gənc traderlər üçün nəzərdə tutulmuyub qızılın ticarəti. Normal, profesional, bazar anlayışı olan traderlər üçündür. Yenə də analiz edirik, paylaşırıq. Bizdə daha da kontraktdan çıxmalar olub. Call opsiyonlarından, çünki biz sərhədindəyik, bazarın yuxarı üst sərhədindəyik. Amma burada maksimumu adətən gözləyirik, yeniləyərdir. Burada həmçinin bizə call opsiyonlardan maraq itib, maraq azalır və belə olan hallarda ola bilsin gələn həftələrdə də bizdə çıxmalar olsun və belə olan halda institusionallar demək olar ki, bazara artımına belə deyim bir maraq olmur və əksinə daha da bazarın enişini tənzimləyirlər. Put opsiyonlardan görməliyik. Özəlliklə bizdə Max Payne də var. Bu həftə bizdə 3 gündən sonra deməli 21-i biz ikinci gün biz ekspres eləyəcəyik. Yəni kontraktı bağlayacağıq. Dekabrın keçəcək növbəti ilin kontraktını ticarət eləməyə. Yəni adətən belə olanda qiymət biz aşağılarda olmalıyıq. Təxminən 4000-lərin üzərində ticarət olunmalıdır. Yəni plus minus $100 ola bilər, $4100, $4050 civarında ticarət oluna bilər.
Max Payne daha da qiymət belə deyim yaxınlaşmalıdır Max Payne-a. Amma Dupok'un da səviyyəsi də bizim artıq yəni qiymətin enişini qoymaya bilər. Burada bu da var. Dupok ümumi bütün burada yığılmış pulun ortalama nöqtəsini göstərir bizə. Burada yığılan həcmin ortalama nöqtəsi bizdə bura təsadüf edir və ümumi olaraq da bütün həcmə baxsaq, bütün həcmin belə deyim profil səviyyəsi də bura düşür. Korreksiyası təbii ki, düşünürəm ki, olmalıdır. Biz korreksiya etməliyik və ondan sonra bu səviyyəyə çatsaq, baxın bu səviyyə 4200. Ondan sonra izləmək lazım. Burada satış verir. Burada bizdə klaster üzrə dəqiq həcmlərdə birbaşa satışlar deyildi. Burada olan alışlar, burada olan market maker'in alışları, burada olan alışlar, burada fiksasiya olunub. Burada çıxıb o bazardan. Yəni bu qırmızı, yaşıl söhbəti, bu svideniya ardırov orada, yəni burada qırmızısa sell deyir, yaşıldırsa buy deyir. Sadəcə orada əməliyyatda bir-birinə birləşəndə delta üzrə plus olur və yaxud ki minus olur. O bizim ümumiyyətlə heç bir rol oynamır. Sadəcə olaraq onu biləndən sonra kim bilirsə o necə baş verir. Bu burada satışdır yoxsa burada fiksasiyadır. Onu klasterlərlə ticarət edən bilir. Əgər siz də bilmək istəyirsinizsə, öyrənmək istəyirsinizsə bu sistemi təlim keçirilir, təlimə yazıla bilərsiniz. Mənimlə əlaqə saxlayın, izah olunur hər bir şey. Ümumi çox uzun prosesdir sistemin öyrənməsi. Yəni bir günlük, 2 günlük burada MetaTrading üzərində heç bir şey indikatorda işləməyən indikatorlar burada göstərilmir. Qısası olaraq belə deyim, ola bilər biz korreksiya edib 2400-lərə, 4200-lərə və buradan daha da artım gedə bilərik. Kumulativ delta baxsaq, kumulativ delta bizdə hal-hazırda qiymətlə bərabər gedir. Burada perikos bizdə heç nə göstərilmir. Kumulativ delta ola bilsin bizdə eniş edəndə yaşıla plusa keçsə belə. Onda oca bizdə köməklik eləyəcək, baxacaq artıma gedəcək, yox və yaxud da ki enişə. Amma ümumi həcmlərimiz bizdə qiymət onun içərisindədir. Sadəcə gözləmək lazımdır, hara qıracaq. Ola bilsin biz bu səviyyəni qırıb daha da eniş elə bilərik. Amma hal-hazırdakı vəziyyətdə bizdə enişli gözləmək olar. Elliot dalğasında isə bizdə Elliot dalğası bizdə belə deyim əksinə göstərir. Birinci, ikinci, üçüncü dalğamız var, dördüncü dalğamız da var. ABC burada korreksiyamız var və dördüncü dalğa. Ola bilsin ki bu 5-ci dalğa da ola bilər. Yəni burada 5-ci dalğanın 1-i, 2-si, 3-sü, 4-ü və 5-ci dalğanın ümumi belə deyim hərəkatı ola bilər. 5-ci dalğa adətən deyir, yəni qanun elədir. 3-cü dalğanın maksimumu yeniləməlidir. Amma burada belə bir şey də ola bilər. Onu istisna deyil. Çünki opsiyon həcmlər bizdə enişini göstərir. O da ki, ola bilər bizdə belə bir hadisə də baş versin. Bu ola bilsin olsun A dalğamız. Bax, bu olsun A. Bu olsun B dalğamız. Belə. Burada da olsun C dalğamız, iniş. Onda oca bizim 4-cü dalğa olacaq buralarda. O da təbii ki bu trend xətti qırılandan sonra. Yox olmasa bizdə 5-ci dalğa indi davam eləsə, onda təbii ki bizdə bu struktur dəyişiləcək və artım üçün düzdür. Mən də gözləyirəm maksimum, tarixi maksimum yeniləsin. Adətən elə olur. Artım olur, likvidliyi götürürlər, likvidliyi bütün
stop losslar, əməliyyatlar açılır, limitlər açılır, birbaşa bazarla əməliyyatlar açılır və ondan sonra qiymət enişə gedir. Amma biz yenə də baxacağıq, izləyəcəyik. Keçək gümüş haqqında. Bir şey qalmır, gümüş qalıb, bir dənə də qalıb Bitcoin. Gümüş bizdə call opsiyonlar, put opsiyonlar bir yerdədirlər. Burada Synergy strike gedir bunlarda. Synergy strike nədir? Qiymət adətən ona yaxınlaşanda, harsı istiqamətdə olanda, hal-hazırda deyək ki, yuxarıdadır. Enişə gedəndə bu Synergy strike bizdə direnç rol oynayır və qiyməti yuxarı getməsini təmin edir. Hal-hazırdakı vəziyyətdə gümüş bizdə kəskin artımlar olunub və düşünürəm ki, bu artımın artıq vaxtı çatıb ki, daha da enişlər, korreksiyalar, dərinlər baş versin. Call opsiyonlar da həmçində bizdə da kifayət qədər belə deyim, hədəflərə çatıb. Bunlar hal-hazırda bizdə əlavə olunanlar da yoxsa çıxılanlarını da biz bilmirik. Yuxarıda böyük bir call opsiyonlar yoxdur. Hədəflər var. Daha doğrusu o çatıb hədəflərinə. Ona görə də ki, biz indi bunu baxacağıq gələn həftə bizdə bu əlavə olunacaq və yaxud da ki, çıxılacaq. Amma eniş üçün daha da düşünürəm ki, maraqlar enişdədir. Çünki bizdə həmçində block trades üzrə belə bir sərhədimiz də var. Belə bir sərhədimiz də mövcuddur. Marjinal zona da mənə maraqlıdır. Marjinal zona hara gedib çıxacaq. Adətən artım üzrə olanda bunları mən belə götürüb çəkirəm. 100%'lik maraqlı olur əsas. Burada isə 100%'lığı 4-cü burada 1, 2, 3, 4, 5 dənə marjinal zona çəkilib. 5-ci marjinal zona qırılıb. Düşünürəm ki, marjinal zona da bunun içərisinə düşüb və qiymət 70'lərə biraz da korreksiya edib 70'lərə və ondan sonra da enişə gedə bilərik. Ona görə tarixi maksimumlarda burada hal-hazırda satmaq, gözləmək lazım, satışı almaq biraz təhlükəlidir. Amma yəni kəskin enişlər olunması daha da optimaldır. Elliot dalğasına baxanda Elliot dalğasından biz var 1, 2, 3, 4-cü dalğamız və 5-ci dalğamız uzun dalğadır. 5-ci dalğamız artır. Düzdür, bunun içərisinə yenə 5 dənə dalğa çəkmək olur, amma yəni ehtiyac yoxdur onu eləməyə. Sadəcə olaraq rahat şəkildə dalğamız mövcuddur. ABC-yə başlaması üçün mən düşünürəm ki, bizdə artım trend xəttimiz var. Daha doğrusu 2 dənədir. Biri buradadır, ikincisi isə son hərəkətlərin, Şamın hərəkətlərinədir. Yəni düşünürəm ki, qiymət yaxşı olar ki, ticarət olunsun biraz da yuxarı və bu trend xəttlərin ikisinə qırsın. Ondan sonra biz ən belə deyim, yaxın məsafə hansına gəlib çata bilər? Bu 60'lardır, 59, 60'lar. Üstəlik bizdə burada flat zonamız var. Bura qədər eniş edib və ondan sonra ola bilər bu olsun yenə də birinci dalğa, ikinci dalğa, üçüncü dalğa yuxarı gedə bilər. Ümumi olaraq isə biz burada yenə də düzdür, burada çox elə böyük kollar yoxdur. 280 lotdur, 212 lot. Amma burada 496 üstəlik bunun içərisində var, 434. Yəni bu qiyməti, bu səviyyə həqiqətən saxlaya bilər. Sonuncu bizdə alətimiz Bitcoin'dir. Bitcoin'dir. Bitcoin'i depok yığışdıraq. Bitcoin bizdə artıq put opsiyonunun sərhədinin içərisindədir. Düzdür, bugün Bitcoin işləyir, ticarət olunur. Kriptovalyuta bildiyiniz kimi
24 saat ticarət olunur dayanmadan, amma yəni həcmlər olmadığı üçün burada boşluq olanda görürsüz, bu broker bilirəm ticarət yoxdur, broker işləmir. Yəni broker işləyir, sadəcə traderlər işləmədiyi üçün, CME birjası bağlı olduğu üçün həcmlər yoxdur. Biz put opsiyonun artıq içərisindəyik. Qiymət ekspressiyamız bizdə olacaq bu həftə. Bitmə tariximiz 26 olacaq. Düşünürəm ki, bu həftə tamam olunana qədər qiymət bizdə put opsiyonun bu 209 nəfərə kontrakt üzrə pulunu ödəməməsi üçün bu qiyməti bu civarından strike'ın 95.000 civarından yuxarı bağlamalıdırlar. Yaxşı olar ki 100.000 civarında olsun, amma ən yaxın müddət yəni 95, 94, 96, 97 civarlarında bağlanılması daha da optimal olur. Üstəlik bizdə burada belə deyim həcmlər yüklənilib delta üzrə, həmçinin də volumlar üzrə. Baxın burada olan həcmlər satış həcmləridir. Burada olan satış həcmləri düşünürəm ki, burada fiksasiya olunub. Fiksasiya olunub və artımın davam eləməsini burada düşünürəm ki, buğalar öz əllərinə belə deyim, bazarı götürüb və artıma gedəcəklər. Yəni düşünürəm ki, burada hal-hazırdakı vəziyyətdə yaxın M1 üzrə, yəni bu aylıq kontrakt üzrə heç nə yoxdur eniş üçün. Sadəcə ola bilər yeni manipulyasiya eləyib, biraz da 80'lara qədər eniş eləyib və ondan sonra artıma səbəb ola bilər. Yəni burada necə olduğunu gördüyünüz kimi burada kəskin artımlar olmuşdu bu civarlarında. Yəni Bitcoin artıma. Ancaq və ancaq artımdır. ELF dalğasını çəkməmişəm Bitcoin'un. Növbəti videolarda onu da çəkib sizə göstərəcəm. Belə əziz traderlər, video axıra qədər izlədiyiniz üçün düşünürəm ki, maraqlıdır. Yəni belə bir sistem Azərbaycanda görmüşsünüzsə lap yaxşı. Yəni də təkrar oldu. Görməmişsə daha da geniş məlumat almaq istəsə mənə müraciət edib. Ümumiyyətlə bundan sonraki videolar və analizlər bunun üzərində olacaq və həmçinin vurğulamaq istəyirəm, qapalı qrup var. Kim ora abunə olmaq istəsə siqnallar paylaşılır, dəqiq siqnallar verilir. Yəni take profit, stop loss üzərində real belə deyim bazar üzərində siqnallar verilir. Orada abunə ola bilərsiniz, müraciət edib mənə. Belə fürsətdən istifadə edib sizi qarşıda gələn bayramla təbrik edirəm. Uğurlar, can sağlığı arzu edirəm. Həyatınızda çoxlu profitlər olsun və az bir sayda stop losslar olsun. Sağ olun, salamat qalın.